Salam əziz dostlar, Qədirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex diskə həsr olunmuş 4-cü video dərsliyimdə sizləri salamlayıram və bugünkü video dərsimizin mövzusu Yandex diskdə mövcud olan qovluğun silinməsi olacaq. Biz 3-cü video dərslikdə Yandex diskə qovluğun əlavə olunması haqqında danışdıq və düşündüm ki, günün birində hər bir istifadəçi bu qovluğu silmək zərurəti yarana bilər və odur ki, qovluğun hansı üsulla buradan silinməsi qaydasını haqqında ətraflı məlumat vermək bir müəllim kimi mənim borcumdur. Qeyd etmək istəyirəm ki, qovluqlar burada sarı rəngdə boyanıb. Artıq siz ənənəvi qovluğun rəngini yəqin ki, Windows əməliyyat sistemlərinin bütün versiyalarında bilirsiniz. Qovluq üzərinə yaxınlaşdırdıqda biz qovluğun sol aşağı küncündə belə bir kvadrat çərçivə görürük və həmin çərçivə üzərində sol düymə bir dəfə sıxıldıqda məhz həmin qovluğun seçildiyinə işarə olunur. Qeyd etmək istəyirəm ki, qovluq seçildikdən sonra onun üzərində müxtəlif əməliyyatlar aparmaq mümkündür. Onlardan biri və ən əsası qovluğun silinməsi əməliyyatıdır. Beləliklə biz qovluq silinməsi üçün udalit düyməsi mövcudluğunun üzərində sol düymə sıxırıq və müəyyən bir vaxt alır bunun silinməsi. Gördüyümüz kimi çox rahatlıqla udalit olundu, yəni qovluq silindi və beləliklə biz Yandex diskə əlavə etdiyimiz qovluğu silmiş olduq. Əgər bu video dərsliyim sizin üçün faydalı oldusa, ona görə kanalımıza abunə olun, videolarımıza baxmağı və ona şərh yazmağı unutmayın. Sağ olun.